şeyin yucadu bil qudretillah min ədəm. Hər vücudi mümkün oldu zat-ı vacib üçün ələm. Sən elə nəqqaş-ı qadirsən, qaranlıq bətnidə surəti insan çəkirsən, bi mürəkkəb, bi qələm. Sən o Allah-ı rəhimsən, sən o Allah-ı rəhimsən, bəndə və sari gəlib, bir qədəm atsa sənə sari, atırsan 10 qədəm. Bəhri ruzindən olur mərzuq aləmlər, vəli feyzi bi həddündür ki, olmur suyundan qətrə kəm. Əl açıb dərgahıva gəlmiş nə ki xəlq etmisən, əl açıb dərgahıva gəlmiş nə kim xəlq etmisən. Lütfüvün möhtacıdır ey sahibi cudu kərəm. Sən elə sultan-ı adilsən ki, bir muri zəif dərgahında çəkməyib bir zərrə dəstündən sitəm. Bu gözəllik aləmində ey xudavəndi cəmil, bu gözəllik aləmində ey xudavəndi cəmil, hər nə ki xəlq etmisən, məqsudun olmuş bir sənəm. Bir sənəm ki, baisi icad xəlq-i kainat, bir gözəl ki nökəri olmuş ərəb külli əcəm. Rəhm-i rəhmanı dilərsən gər fənai həşridə, rəhm-i rəhmanı dilərsən gər fənai həşridə, ver onu reyhanə-i firdevs-i əlaya qəsəm, ver onu reyhanə-i firdevs-i əlaya qəsəm. Bismillahirrahmanirrahim. Salam əziz dəyərli tamaşaçılarımız. Qumdanələri verilişimiz yenə efirdədir. Qonağımız əziz ilahiyyatçı alimimiz Hacı Fariz. Hacı, xoş gördük. Çox sağ olun. Allah razı olsun. Allah var eləsin. Hacı, dünənki verilişimizdə mərifət, eşq barəsində çox gözəl açıqlamalar verdiniz. Mən istəyirəm o verilişin davamı olaraq fəlsəfə, irfan haqqında biraz söhbət eləyəsiz. Fəlsəfə ilə irfanın bir-birinə nə əlaqəsi var? Ümumiyyətlə bu barədə istərdim bir açıqlama verəsiz. Bismillahirrahmanirrahim. Mən də salamlayıram sizi. Aleyküm salam. Və bütün izləyicilərimizi Allah inşallah öz Allahlığına xatir bu ayın fəzilətlərin cümləmizə nəsib eləsin. Bu ayın öz gözəlliyi var, özəlliyi var. Allah onu sevdiyi bəndələr üçün gözəl bir fəzilətli ay qərar verib inşallah. Bu fəzilətlər hamımızın halına şamil olsun. İlk olaraq yenə də mən o gözəl sizin buyurduğunuz qəzəli indi şərh eləmək deməyək, bir-iki məsələlərə işarə eləmək istəyirəm. Allah təbarək və təala müsəvvirdir, təsvir çəkəndir, nəqqaşdır. Kainat Allahın rəsm əsəridir. Özdə bir mürəkkəbsiz, qələmsiz vurğuladığımız kimi Allah bu aləmi təsvir edib. Allah bu aləmi öz gücün və qüdrətin bütün məxluqat üzərində göstərib. Quran-ı Kərimdə də müxtəlif yerlərdə Allah təbarək və təala nəzm qanunu əsasında, nəzm burhanı ilə istəyir öz varlığın cəmiyyətə çatdırsın. Bizim alimlər bir burhan-ı nəzm deyilən bir qanun var fəlsəfədə, nəzm burhanı. Onun vasitəsilə insan artıq baxır bu aləmdəki məxluqata, onun yaradanın başa düşür. Mənquşatın, nəqşlərin, rəsm əsərlərinin vasitəsilə rəssama insanlar elm tapırlar, agəhlıq tapırlar. Çox gözəl vurğulamısınız onu ki, aləm mürəkkəbsiz və qələmsiz Allah təbarək və təalanın rəsm əsəridir. Və Allah bu aləmi ədəmdən və yoxluqdan yaradıb. Allah vacibül vücuddur, aləm mümkünatdır. Mümkünat olardı ki, onlarda fəqr-i vücudi var, möhtacdılar Allahın feyzinə, ifazəsinə. Hələ sizin bu qəzəlinizdən yola çıxıb bu verilişimizi belə də aparaq inşallah. Sizin verdiyiniz suallara sizin qəzəlinizin zimnində və qəzəlinizin rastasında və qəzəlinizin bəyanlarının pərtövündə, nurunun təşəşüyündə biz inşallah çalışarıq, açıqlama verək suallara. Fəlsəfə və irfan məsələsinə toxunaq. Nə gözəl sualdır. Fəlsəfə Yunanda eramızdan qabaq yaranan bir elmdir. İlk öncə bütün elmlərə fəlsəfə deyirdilər.
filosofiya kəlməsindən təşkil tapıb, 2 dənə kəlmədən tərkib tapıb. Filosofiya yəni biliyi sevmək, elmi sevmək. Bütün elmlərə fəlsəfə adı qoymuşdular. Yəni eradan qabaq Sokratın zamanında, Pifaqorun zamanında, Aristotelin, Platonun zamanında ümumiyyətlə bütün elmlərin hamısına filosofiya deyərdilər. Həm həndəsiyə, həm astronomiya, həm tibbə, bütün elmlərin hamısına deyərdilər fəlsəfə, filosofiya. Zaman keçdikcə elm şaxələnməyə başladı. Elm şaxələndi, elm şaxələri çoxaldı. Artıq başladılar elmlərə ad qoymağa. Və həmin vaxtda da irfan elmi də var idi. Ərəstu və Əflatun zamanında irfan elmi də var idi, mərifət elmi də var idi. Deyir, bir gün İskəndər, Aleksandr Makedonski, Makedoniyalı İskəndər fəthə gedirdi yenə. Bilirsiniz, o Ərəstunun tələbəsi olub, Aristotelin tələbəsi olub. Keçirdi bir yerdən, özü də fəlsəfəçi idi, filosof idi. Bir yerdən keçirdi, gördü 2 nəfər bir-biri ilə mübahisə eləyirlər. Bu mübahisə eləyənlər biri fəlsəfə elminin müəllimlərindən idi, biri də irfan elminin müəllimlərindən idi. Adətən görürsən məktəblərdə, universitetlərdə belə olur. Dəqiq elmlər tarix müəllimlərinə misal bir söz atarlar. Tarix də oldu bəyəm elm, tarix nağıldır da, dəqiq elm deyil filan. Belə sözlər adam eşidir. Hər elmi o elmlə məşğul olan adam o birisi elmlə məşğul olan adamı qınayar bəzən, bəyənməz filan, belə şeylər olar. Bunlar da belə idilər, bir-birinə yola getmirdilər və bir qrup insan bunun ətrafına yığışmışdı, bir qrup insan bunun ətrafında, biri deyirdi fəlsəfə üstündür, o birisi deyirdi irfan elmi üstündür. İskəndər bunlara dedi ki, gözləyin. Mən sizə 2 dənə divar hördürəcəm. Çox gözəl misaldır bu, yadda qalan misaldır. Fəlsəfə və irfanın insanlara çatdırılmasında. Dedi, 2 dənə divar hördürəcəm sizə. Hərəviz öz elminizin mövzusun o divarların üstünə yazarsınız. Hər elmin mövzusu var da. Bəli. Məsələn, fəlsəfə elminin mövzusu, fəlsəfə elmun yubhasu fihi ən əhvalil vücud mövcud bima huve mövcud. Fəlsəfə bir elmdir ki, orada varlıqdan bəhs olunur. Varlığın xüsusiyyətlərindən bəhs olunur. Nəticədə yoxluq aradan qaldırılır. Nə varsa onu bizə öyrədir, nə yoxdursa onu inkar eləyir fəlsəfə. Mövcudatdan var, buna görə ki, var, ondan bəhs edir. İrfan elm, indi deyir, hərə öz elminin mövzusunu divarın üstünə yazsın. İskəndər zaten bilirdi bu nədir. Sadəcə istəyirdi ki, bu yadda qalan bir hadisə olsun insanlar üçün. Onlar da bütün cəmiyyət bilsinlər. İskəndər getdi fəthdən qaydanda, gəldi, gördü 2 dənə divar hörüblər. Bəli. Divarların üstünə ağ pərdə salıblar hər tərəfdən. Birinci gəldi fəlsəfə aliminin divarının qarşısında durdu, dedi, pərdəni çəkin, baxın görün bu elmin mövzusu nədir. Baxdılar, gördü bir dənə ağac, bir şəcər, bir həcər, bir daş, bir nəbat, bir bitki, bir insan, bir heyvan şəklini çəkiblər o divarın üstünə. Dedi, nə gözəl. Dedi, bizim elmimizin mövzusu budur. Hər elmin mövzusu var, fəlsəfə elminin mövzusu varlıqdır. Bütün varlıqdan bəhs edirik. Nə var, ondan bəhs edirik, nə yoxdursa onu inkar edirik. İskəndər dedi, bu gözəl elmdir. Döndü Arifin divarının qarşısında dayandı. Dedi, siz pərdəni çəkin, görək sizin elminizin mövzusu nədir? Pərdəni qaldırdılar, gördülər, orada heç nə yoxdur. Sadəcə divarı o seyqəllə, o sümbata ilə o qədər onu sürtüblər, divar güzgü şəklini alıb. Nəticədə müqabildəki divarda nə şəkil varsa, hamısı münəkiz olub bu divarda. Deyir, bizim elmimizin mövzusu Arif deyir, insanın qəlbidir. Qəlb bu ət parçası yox ha, o qan pompajlayan vasitə yox. Qəlb yəni ruhun mərkəziyyəti. Hacı, bu dediyiniz Cəlaləddin Rumidə də var. Yəni əsərlərində qeyd olunub. Amma başqa bir tərzdə qeyd olunub. Rumlu nəqqaşları ilə Çinli nəqqaşların arasında olan bir mübahisə olur sarayın qapısında. Şah dəvət edir onlar içəri. Həmin o eynən sizin dediyiniz hadisələr, amma bir fərqli bir şəkildə. Çox gözəl. Bütün klassiklərimiz qoşulublar bu məsələlərə və bu barədə fikir bildiriblər. Deyir, bizim elmimizin mövzusu insanın qəlbidir. Ruhun mərkəzidir. Biz ruhu bütün rəzilə sifətlərdən, çirkin sifətlərdən çəkindiririk. Ruhu təmizləyirik aludəliklərdən. Ruh təmizlənir, qəlb təmizlənir. Nəticədə olur güzgü kimi.
Müqabildə nə varsa hamısı münəks olur orada. O ki İmam Sadiq əleyhissalam buyurur: "Əl-qəlbu haramullah və la tuskin fi haramillahi qeyrəllah." Qəlb Allahın hərəmidir, evidir. Allahın hərəmində Allahdan başqa heç kimi məskunlaşdırma. Çünki Allahdan başqası orada məskunlaşanda orada Allahın yeri daralır və Allah məcbur olur o qəlbi tərk eləsin. Günah olunduqca qəlb qaralır, qəsavət bağlayır və Allahın yeri o qəlbdə kiçilir, Allah da o qəlbdən uzaqlaşır, qəlbi tərk edir. İrfan elminin mövzusu qəlbi bütün rəzilə sifətlərdən çəkindirməkdir. Qəlbi bütün rəzilə sifətlərdən təmizləməkdir. Bu Məntiqü Teyr əsəri də hələ Simorq quşundan ki, Əttar Nişaburi danışır orada. Orada danışanda da elə bu sözü deyir. Əttar deyir ki, o ki Simorğun dalıcı idilər, deyirdilər bir dənə Simorq quşu var. Onlar gərək bütün vadilərdən keçəydilər. O vadilərin biri Həsəd vadisi idi, biri Kibr vadisi idi. Hələ onlar oradan keçdilər, sonda gördülər o əfsanəvi quşdur. Orada bir şey yox imiş. Hələ Simorq biz özümüzük ki, buradan aludəliklərdən xilas olmuşuq. Bunlardan insan xilas olunsa olur kamil insan. İrfan elminin mövzusu qəlbi təmizləməkdir, paklandırmaqdır. Dahi Füzuli buna gözəl işarə eləyir. Deyir, kimin ki qəlb lohindən təəlluq vəsfi zaildir, onun qəlb ayinəsi dostun xəyalı ilə müqabildir. Deyir, hər kim ki öz qəlb güzgüsündən bütün bağlantıları paklandırıb, təəlluqat əlaqələrdir. Yəni hər kim əlaqələri öz qəlbindən çıxarda bilirsə, əlaqələr, yəni məsələn bizdə İslamda dünya bəzən pislənilir, bəzən tərif olunur. Məsələn Əli ibn Əbi Talib əleyhissalam buyurur ki: "Əyyuhan-nas innəmə dünya daru məcaz vəl-axirətu daru qərar. Fəxuzu min məmərrikum li məqərrikum. Fəxricu minəd-dünya anfasakum əmyalakum min qabli an təxruca minha abdanakum." Dünyadan meyllərinizi çıxardın, dünya sizin keçəcəyiniz yerdir. Dünyaya bağlanmayın. Ya başqa yerdə buyurur: "İnnəmə dünya cifatun." Dünya murdar bir cəmdəyə bənzəyir və talubuha kilab. Onu tələb eləyənlər də o heyvandılar ki, onun ətrafına yığışıblar. Sözün burasındadır ki, görürsən dünya çox pislənilir. Ya Əleyhisselam buyurur ki, sizin dünyamız mənim üçün keçinin burnunun suyundan da qiymətsiz və dəyərsizdir, ərziksizdir, dəyəri yoxdur mənim üçün. Və bəzi yerlərdə də dünya təriflənir, tərif olunur. Deyir, dünya mətcəru ibadullahdır. Allah bəndələrinin ticarət yeridir. Allah bəndələri burada qazanırlar, axirətlərini abad eləyirlər. Dünya məzrəətul axirə, axirətin əkin sahəsidir. Bəzi yerdə buyurur ki, dünyanı lənətləməyin, pisləməyin, ora ibadullahın səcdəgahıdır. Allah bəndələrinin səcdəgahıdır. Bu iki söz ki var, ayrı-ayrı söz, pislənilir və yaxşılanır. Bu Füzulinin o qəzəlindəki mənanı çatdırır. Füzuli də bura işarə eləyir. Onu deyir. Deyir, kimin ki qəlb lohindən təəlluq vəsfi zaildir. Əlaqələri aradan çıxardıb. Oradakı o pislənir və yaxşılanır bizim dünyaya baxışımızdır, pislənən və yaxşılanan, təriflənən. Dünya özü özlüyündə pis deyil. Bizim ondan necə istifadə eləməyimizdir ki, bəzən tərif olunur, bəzən pislənir. Nisbətə görə yaxşı Nisbətə və pis görə. olur. Məsələn, biz bəzən onu özümüz üçün bütə çeviririk. Dünya bizim üçün hədəfə çevrilir. Deyir, bir sufi ilə bir tacir gecə bir yerdə, bir xeymədə gecələdilər. Yatdılar. Sufinin bir dənə əbası var idi, yun əbası var idi. O qaldı qıraqda, girdi içəridə yatdı. Tacirin də bir dəvə xurcunu, bir dəvə xurcununda yükü var idi. O da qaldı xeymədən kənarda. Səhərə kimi bu sufi yatmadı. Çıxdı qırağa baxsın, gəldi. Tacir buna dedi, sən gecə tez-tez niyə çıxırdın xeymədən kənara? Dedi, mən qorxurdum, oğru gələr, mənim əbamı oğurlayar. Baxa, tacir ona dedi ki, sufiyə sənin bir dənə dünyadan əban var idi. Onu bütə çevirmişdin özün üçün. Amma mənim bir dəvə yükü, cəvahiratım, yüküm hamısı xeymədən qıraqda idi. Rahat yatmışam. Rahat yatmışdım. Onlar mənim idi, mən onların deyildim. Sənin əban sənin deyildi, sən onun quluydun, sən onun idin. Bizdə tərif edilən və pislənilən bizim dünyaya baxışımızdır. Dünyaya sahib olmaq, dünyada nəyəsə yiyələnmək pis bir şey deyil. Zöhddən kənar deyil. Zöhd bu deyil ki, sənin heç nəyin olmasın. Dünyaya məhəbbət qanunu. Zöhd budur ki, sən heç nəyin qulu olmayasan.
Sən heç nəyin qulu olmayasan. Hər nə sənin ola bilər, onlar sənə xidmət eləsinlər. Əlaqələr səni özünə nökər eləməsin. Yəni demək istəyirəm, bəzi adamlar görürsən İslam dünyasını belə təbliğat aparırlar möminlər arasında. Yox, möminin heç nəyi olmamalıdır. Mömin xeyr, bu düz deyil. Möminlər nə olmalıdır? Amma mömin onların qulu olmamalıdır. Onlar halaldan olmalıdırlar. Bunlar ki, gəlirlər möminlər arasında bu fikirləri yayırlar. Sənin heç nəyin olmamalıdır. Misal, hələ sən yeməyin, içməyin olsa bəsdir. Əlbəttə, sənin heç nəyin olmayanda, yeməyin, içməyin olanda qane olmalısan, şükür eləməlisən. Amma orada dayanmamalısan. İslam sənə bunu demir, sən heç nəyə malik olma. Sən inkişaf eləməlisən, güclü olmalısan. Varlı olmalısan, sərvətli olmalısan, amma onların qulu olmamalısan. Bizdə budur İslamda pislənilən dünya və təriflənilən dünya. Füzuli deyir ki, kimin ki qəlb lövhəsindən bağlantılar zaildir, təəlluq vəsfi zaildir. Onun qəlb aynəsi dostun xəyalı ilə müqabildir. Onun qəlb güzgüsündə ancaq Allah görünür. İrfan budur, mərifət budur. Ona görə öz divarından bütün hər nəyi təmizləyib güzgü halına salmışdı ki, kainat orada münəkis olsun. Kainat orada münəkis olsun. Allah təbarək və Teala orada münəkis olsun. Oradakı Allah nəqş bağlayır, bütün kainat orada nəqş bağlayır. Təsəvvür edin, Seyyiddə də birdən belə qəzəl var, Seyyid Əzim rəhmətlikdə. O da deyir ki, deyir iki nəfər şah bir-biri ilə savaşanda, biri qələbə çalır, biri məğlub olur. O məğlub olan şaha deyirlər nakam şah. Kama çatmadı. Qələbə çalan deyirlər kamran. Öz kamına yetişdi. Seyyid Əzim deyir ki, keçdi cəmalın ey pəri, bu dili dərdinakidən, öylə ki şahı kamiran mülkü xərabidən keçər. İlahi, sənin o gözəl sima və gözəl cəmalın mənim bu dərdli könlümdən elə keçdi. Qələbə çalan şah məğlub elədiyi ərazilərdən, fəth elədiyi ərazilərdən necə keçər qürurla? Ki ondan başqa orada heç nə yoxdur. Hamı məhv olub. Orada necə qürurla gəzər. Deyir, ilahi, sənin cəmalın elə keçdi. Səndən başqa qəlbimdə nə var idisə hamısı məhv oldu, aradan getdi. Demək, insan irfan elmi budur ki, insan qəlbində olan bütün rəzilələri Allahdan başqa qəlbində heç nə saxlamasın. Qəlbi güzgüsünü təmizləsin. Bu olur irfan. Fəlsəfə elmi irfan elminin müqəddiməsidir. Bizdə fəlsəfə İslam cərəyanında ki, biz fəlsəfəni gətirdik. Əlbəttə, Qur'an-ı Kərimdə ayələr var, fəlsəfi mənaları çatdıran ayələr var, məntiq elminə işarə edən ayələr var. Qur'anda fəlsəfi fikirlər var. Sadəcə bəzi adamlar ki, fəlsəfəni inkar edirlər, başa düşmürlər. Onlar o məsələ tam onlar üçün həll olmayıb. Məsələ tam həll olmadığına görə bəzi adamlar deyir, İslamda fəlsəfə yoxdur, İslam fəlsəfənin əleyhinədir. Heç bilmirlər fəlsəfə nədir. Mən bəzən araşdırırdım, məsələn, İmam Qəzali. Qəzali həqiqətən mənim aləmimdə çox böyük elmə malik olan bir adam idi. Özü şöhrətdən qaçan adam idi. Özünü qoruyan adam idi bu məsələlərdə. Fəlsəfə ilə müxalif idi. Təhafətül fəlasifə yazmışdı. Fəlsəfəçiləri bəyənmirdi. Deyirdi, mən sizə başa salaram ki, fəlsəfədə qanunlar var, Allah inkar eləyir. Deyirdilər, hansı qanunlardır? Dedi, məsələn, biri iadə-i mədumdur. Fəlsəfədə qanun var, aradan gedən ədəm, bir şey ki, yoxdur. Onu təzədən bərpa eləmək mümkün deyil, muhaldır, imkansızdır. Ən böyük sübutu da bunun budur ki, o ki, aradan gedib, məsələn, biz burada bir dənə varlıq var, məsələn, bu var, biz istəyirik bu aradan geçsin, təzədən bunu bərpa elə, eyni bu olsun. O deyir ki, o bərpa eləmək imkansızdır, bu eyni bu olmayacaq. Fəlsəfəçilər deyirlər. İadə-i mədum mahaldır. Niyə? Deyir, çünki o ki, aradan getdi, o ki, var idi, onların arasında zaman fərqi var. Bəli. İkincini ki, yaradırsan, ən azı bunların arasında bir zaman fərqi var. O ikinci olacaq. Birinci olmayacaq. İkinci zamanda olacaq. Ən azından bunların arasında bir dəqiqə zaman fərqi var. Sən bunu bərpa elədin. Zaman olanda deməli bu eyni o deyil. Ona görə fəlsəfəçilər deyirlər, bir şey ki aradan gedir, onu təzədən bərpa eləmək, qaytarmaq, eyni ilə o eləmək mümkün deyil. Qəzali bunu götürdü, dedi ki, fəlsəfəçilər məadı inkar eləyirlər. Ölümdən sonraki həyatı inkar eləyirlər. Dedilər, niyə? Dedi, bəyəm onlar demirlər, aradan gedəni bərpa eləmək mümkün deyil. Bu da deməkdir ki, Allah deyir, insanı mən təzədən dirildəcəm, bu aradan gedəcək. Deməli, bu mümkün deyil. Əgər fəlsəfə ilə mümkün deyilsə, onda biz məadi, cismanini, ruhanisini inkar eləməliyik məadı.
Olmaz belə şey. Amma bundan qəflət mən Qəzalini araşdırmışam tələbəlik illərimdə, tədqiqat eləmişəm Qəzalinin yazdıqları barədə. Özdə 12 imam, 12 nur, 12 vəli məsələsində Qəzali çox möhtəşəm surətdə açıqlamaları var. Qəbul eləyir 12 vəlini, çox gözəl açıqlamaları var. Mən bu nəticəni əldə elədim o vaxt Qəzalini araşdıranda ki, Qəzalinin fəlsəfə ustadları da filosoflar olmayıb, fəqihlər olub. Ona görə Qəzali fəlsəfə ilə düşmən olub. Fəlsəfəni fəlsəfə ustadından öyrənmək lazım idi. Fəqih sənə fəlsəfə öyrədə bilməz. Fəlsəfəni fəqihdən öyrənməzlər, müvərrixdən öyrənməzlər. Onu müfəssirdən öyrənməzlər. Qəzali çalışırdı ki, bunu da müfəssirdən öyrənsin, fəqihdən öyrənsin. Ona görə də məsələlər ona aydınlaşmadı. Ayrı-ayrıdır. Ayrı-ayrıdır. Ona görə məsələ o üçün tam aydınlaşmamışdı, inkar eləyirdi. İndi bizim alimlərimiz Qəzaliyə cavab verdilər. Dedilər, cənab Qəzali, bu ki biz deyirik aradan getmiş mövcudu, varlığı yenidən bərpa eləmək, eyni ilə birinci eləmək mahaldır. Bu fərziyyədə bir dənə mövzudu bəhs olunur. Bu həqiqətdə olmayan bir şeydir. Niyə? Çünki axı fəlsəfədə başqa qanunumuz var bizim. Fərzi mihalını istəyir. O mahal deyil, fərz eləmək mahal deyil. O heç, o öz yerində. Fəlsəfədə bizim bir dənə başqa qanunumuz var. Başqa qanunumuz budur ki, enerji heç vaxt aradan getmir. Mövcud heç vaxt mədum ola bilməz. Əl-vücudu la yədəm. Vücud heç varlıq heç vaxt ədəmə çevrilə bilməz. Biz fərziyyədə bəhs eləyirik. Bir şey aradan keçsə, təzədən onu var eləyəndə o eyni ilə o ola bilər ya ola bilməz. Bu fərziyyədə bəhs olunur. Xəyal aləmində bəhs olunur. Xəyal qururuq bəhs eləyirik. Həqiqətdə bu mümkün deyil. Niyə? Çünki bizim fəlsəfədə bir qanunumuz var. Hər varlıq ki, varlıq aləminə qədəm qoydu, o bir də yox ola bilməz. Haldan hala düşə bilər. Enerji fizikada deyirlər, enerji itmir, yox olmur, aradan getmir. Dəyişilə bilər, dəyişilir. Deməli Qəzali bu qanundan qəflət eləmişdi. Düşmüşdü o birisi qanunun üstünə. Əgər bu qanuna diqqət eləsəydi, onda hər nə agahlıq yaranacaqdı ki, ümumiyyətlə fəlsəfənin fikri budur ki, mövcud aradan getmir. İnsan ki, dünyasını dəyişir, o yox olmur ki. Haldan hala düşür, dünyanı dəyişir. Dünyanı dəyişir. Məsələn, bizdə deyilir ki, varlıq aləmindən başqa varlıq aləminə qədəm qoyur. Sədra Şirazi deyirdi ki, bu cisim köynəyini çıxardır, başqa cisim köynəyi əyninə geyir. Necə ki, yaşadığı 70 ildə, 80 ildə 7 dəfə, 8 dəfə bütün bədəninin hüceyrələri belə tam surətdə dəyişilmişdi. İndi də ruh gedir başqa bir bədən, min maddətun main. Mahiyyəti bizə bəlli olmayan bir maddi bədən ruh üçün yaranır ölümdən sonraki həyatda. Bu çox gözəl, bunu bəhs edir Sədra Şiraz. Sözüm buradadır ki, onlar ki fəlsəfəni qəbul eləmirdilər, dərinliyinə getməmişdilər. Amma İslam dünyasında dərinliyinə getdilər məsələnin. İbn Sina kimi şəxslər, Şahabuddin Sohravardi kimi şəxslər. Şahabuddin Sohravardi nə gözəl surətdə bəyan elədi. Nə gözəl surətdə. Şahabuddin Sohravardi bir Azərbaycanlıdır. Qəzvin və Zəncan yaxınlığında bir kənd var, Sohravard kəndi. Orada doğulub. Orada doğulub və müxtəlif dillərdə kitablar yazıb, əsərlər yazıb. İslam fəlsəfəsi ki, iki cərəyandır. Bir orada İşraq qolu var, Əflatunun davamçılarıdır. Bir Məşşaq qolu var, Ərəstunun davamçılarıdır. Əflatun deyirdi ki, aləmlə tanış olmaq üçün Allah tərəfindən insanın zehninə günəş saçmalıdır. Yəni ağıl tənha kifayət deyil. Ərəstu deyirdi ki, ağıl kifayətdir. Əflatun deyirdi, biz bu aləmdən qabaq başqa aləmdə yaşanmışıq. O aləmdə də həqiqətlər. Bu aləmdə həqiqətlər yoxdur, burada kölgələr var. Məşhur, mən keçmiş Ramazan illərində bu mağara nəzəriyyəsini danışmışam. Əflatun deyir, bir insanı mağarada böyüd bir körpəni, bir mağarada böyüsün körpə, ondan sonra üzü divara, divarın ağzından hər nə heyvan, insan hər nə keçirsə əksi düşür divara, o uşaq o kölgələrlə mənus olur, kölgələrlə ünsiyyət qurur, elə bilir həqiqət olardı. Sonra gəlir 20 yaşında ona denən ki, sən kölgələrlə oynayırsan. Həqiqətlər qıraqdadır. Oradan bir at keçirdi, kölgəsi düşürdü bura. Dəvə keçirdi, ağzından kölgəsi düşürdü bura. Həqiqətlər orada. O qəbul eləməyəcək. Məgərin ki, onu mağaradan çıxardasan çölə, o qıraqda həqiqətləri görəndən sonra başa düşəcək ki, mən kölgələrlə oynayırmışam. Əflatun deyirdi, bu aləmdə hər nə var ətrafımızda kölgədir. Həqiqətlər Musul aləmindədir. Platon belə deyirdi. Mirdamad Mirfendreskinin bir gözəl şeiri var. Deyir, əxtəran ba in həmin nəzm xoş o zibasti. Surəti dər zir darəd ançə dər balasti.
Bu ki axtaran görürük ulduzlar, səma gözəlliklər. Onlar o gözəlliklərlə hamısı ki səmada var, onların yerdə bir dənə surəti kölgəsi var. Onların yerdə bir şəkli var. Bəli. Surəti ziri nəgər ba nərdibanı mərifət, irfan elmi ilə, mərifət nərdibanı ilə aşağıdakı surət yuxarı qalxsa, bərrəvəd bala həmiba əsli xud yekta asti. Yuxarı getsə görərsən bunun kökü ilə eynidir. O həqiqətlə bu kölgə eynidir. Sonra deyir in suxən ra bər nəyabət hiç fəhmi zahiri gər Əbu Nəsr əstiyo ya bu Əli Sina asti. Bunu hər zahirən ağıllı olan ağıl sahibi başa düşə bilməz. İstəyir Əbu Nəsr Farabi olasan, istəyir İbn Sina olasan. Ağla çox üstünlük verirdilər bunlar. Onlar belə olsun bunu başa düşməyəcəksən. Niyə biraz deyir mərifət lazımdır. İrfanla məşğul olmaq lazımdır. Fəlsəfə bizi irfana gətirib çıxartmalıdır. İslam fəlsəfəsində Şahabuddin Sohraverdi qolu çox önəmli qoldur. Orada Əflatun fəlsəfəsi geniş surətdə yayılır və o qolda deyilir ki, ağıl aləmlə tanış olmaq üçün yetərli deyil. Allah tərəfindən insana bir tabiş olmalıdır, saçmaq olmalıdır. O dünənki verilişimizdə ki, bir dənə beyt oxudun acısan, o beyt məni apardı, mən çox düşündüm bunu. Ey nübüvvət mülkünə, izzətlə səhradan gələn. Bax, Şahabuddin Sohraverdinin bir kitabı var, Avazı Pəri Cibril, Cəbrailin qanadlarının səsi. Deyir, Cəbrailin bir qanadı lahut aləmindədir, bir qanadı nasut aləmindədir. Bir maddə aləmində qanadının bir ucu, bir qanadının da ucu la ilahi aləmdədir. Bu aləmləri bir-birinə qovuşdurur. Orada başlayır bir nəfər şəxsimi xast berəvəd be sərzəmini pədərəş. Biri atasının vilayətinə getmək istəyirdi. Bedu goftənd ki, pədərət dər xangah zindəgi mikərdə است. Ona dedilər ki, atan xangahda yaşayırdı. Getdi, yəni demək istəyir ki, kim istəyir Allaha qovuşsun, yol məsciddən, ibadətdən keçir. Ramazandan keçir. İbadət olmasa, oruc olmasa, namaz olmasa, irfan da yoxdur, mərifət də yoxdur. Bəli. Bunlar olmalıdır, eşq də yoxdur. Hamısı bundan doğur. Bunlardan dediyimiz kimi ziqzaq şəkildə bunlar bir-birini tamamlayırlar. Deyir, gəldi xanqaha, yəni məscidə, sufilərin ibadət məkanına, gəldi, gördü 2 dənə qapısı var. Biri şəhərin qırağındandır, biri şəhərin içindəndir. Getdi, səhra tərəfdəki qapıdan girdi. Sizin sözünüzdür ya. Səhra nədir? Kimsəsizlik, yoxluq, fəqr-i vücudi, riyasızlıq, ibadət-i məhz, feyz-i məhz, rəngsizlik, ilahi rəng. Hamısı səhradadır. Orada ki, getdi ora, oradan qovuşdu Allaha. Şahabuddin işarə edir, deyir ki, cəmiyyətin içində ola-ola peyğəmbər olmaq olmaz. Təcrid olmalısan, təcrid eləməlisən. Ona görə Allah peyğəmbəri təcrid elədi, cəmiyyətdən apardı səhraya. Peyğəmbər gedirdi, qoyun sürüsü ilə səhraya gedirdi. Bəzi adamlar bunu da deyim, burada deyirlər, peyğəmbər çobanlıq eləyib, çoban olub. Xeyr, çobanlıq birinci pis iş deyil. İkinci məsələ budur ki, peyğəmbər ticarət də eləyib. Peyğəmbərə tacir demək olmaz. Peyğəmbər sürü ilə səhraya da gedib. Cəmiyyətdən təcrid olunub. Orada ilahi sirlərə vaqif olub. Allahla ünsiyyət qurub və Allahla xəlvətə çəkilib. Ona demək olmaz ki, peyğəmbər çoban idi. O professiyası, onun sahəsi o deyildir. Peyğəmbər Allahın peyğəmbəridir. Allahın rəsuludur, Allahın nəbisidir, Allahın rəhmətidir. Amma bu işləri də görüb, təcrid olunub cəmiyyətdən, sonra səhradan izzətlə gəlib nübüvvət mülkünə. O beyt məni dünəndən aparıb. Dünəndən düşünürəm o beyti ki, ey nübüvvət mülkünə, izzətlə səhradan gələn. Hər nə yoxluqdan başlayır. Hər nə nədarlıqdan başlayır, fəqirlikdən başlayır. İnsan onu başa düşməlidir. O Mövlananın bir sözü var idi. Deyirdi, bir bəndə əgər Allahdan başqa heç kimə möhtac olmadığını başa düşsə, Allah onu özündən başqa heç kimə möhtac eləməz. Yəni insan bütün varlıqdan qırıla, bütün əlaqələri kəsə. Şeyx Şahabuddin orada Sohraverdi başlayır, açır bizi üçün. Yəni onu sizin dünənki misravuzun haqqı zay olurdu. Dünən onu tam açıqlamamışdıq. Onu bugün burada möhtərz arası dedim ki, o dünənki verilişi izləyənlər zaten bunu da izləyəcəklər, görəcəklər. Yəni Şahabuddin Sohraverdinin fikrini siz orada misrada gətirmişsiniz. Nə möhtəşəm fikirdir. Allah sizin vücudunuzu bir bəla eləsin inşallah. Təsəvvür edin, Şahabuddin Sohraverdi İslam fəlsəfəsində işrak fəlsəfəsinin qolunu yaratdı. Biz bunu bilmədik. Adamlar bilmir də, qiymət vermirlər. Məsələn, Şahabuddin bir dənə şəxs Sohraverd kəndindən çıxıb, bir kətdən çıxmış bir alim, heç kim bunu qəbul eləmir, görmürlər, tanımırlar, dəyərləndirmirlər. Bir nəfər Fransadan şərqşünas çıxır,
Gəlir Şəhabuddin Sohraværdinin əsərlərini yığır bir yerə. Henry Corbin adında bir nəfər adam. Şəhabuddin Sohraværdinin əsərlərini yığır 10 cilddə, adın qoyur Musannəfat-ı Şeyxi İşraq. İşraq şeyxinin, İşraq fəlsəfəsinin şeyxinin təsnifləri və təlifləri. Biz bugün özümüzün öz içimizdən çıxmış, Türk millətindən çıxmış, Azərbaycan millətindən çıxmış, öz dinimizdən çıxmış bir şəxsiyyəti Fransalı bir müstəşriqin və şərqşünasın vasitəsilə tanıyırıq və oxuyuruq. O gör onu necə dəyərləndirir. Ona deyir ki, mənim əlimə ərəb dilində bir risalə düşdü. Oxudum, xoşum gəldi. Gördüm müəllifi Şeyx Şəhabuddin Sohravərdi adında bir nəfərdir. Sonra gördüm ki, bu fars dilində də yazıb. Mən ərəb dilində oxumuşdum şərqşünaslıqda Fransada. Gördüm bu fars dilində də yazıb. Ona görə getdim, onu başa düşməyə görə getdim, fars dilini öyrəndim. Onu başa düşüb. Sonra gördüm ki, bu milləti fars milləti deyil. Bu Azəridir, Azərbaycanlıdır. Ona görə getdim 2 il onun doğulduğu, böyüdüyü kətdə yaşadım. Ta ki onun öz ana dilini öyrənim. Onun mədəniyyətini öyrənim. İnsan ana dilində düşünür axı. Neçə dənə dil bilirsən bil, ana dilində düşünürsən. Görürsən, məsələn, biri bir məntəqədəndir. Deyir ki, filan yemək, məsələn, biz cənubluyuq, Talış bölgəsiyik. Deyir ki, Ləvəngidən yaxşı yemək yoxdur. Biri, məsələn, başqa məntəqədəndir. O deyir ki, yox, biz üçün bundan güclü yemək yoxdur. Misal. Alimlər deyirlər ki, insanın ağız tamı, ağzı birinci hansı qida ilə sulanırsa ana südündən sonra, o qidalara nisbət onda bir özəl və xüsusi meyl yaranır. O dünyanın harasında olsa deyəcək o qidadan ki, ağzı o ilə ilk dəfə sulanıb, qidalanıb, deyəcək ondan üstün yemək yoxdur. Mədəniyyətlər də belədir. İnsan hansı məntəqədə ilk dəfə doğulur, böyüyür, hansı mədəniyyətlə tanış olur, o mühitə uyğun düşünür. O mühitə uyğun yaşayır. Hansı dillə ilk öncə ana dilində danışırsa, o dil onun düşüncə dili olur. Deyir, mən istəyirəm onun düşüncə dilini başa düşəm. Gəlir Sohravərd kəndində onun düşüncə dilini başa düşür. Nə gözəl olar, insan zamanında ilə İslam dünyası özü Şeyx Şəhabuddinə qiymət verərdi. Bir dənə Aytmatov yazıçı var, Çingiz Aytmatov. Onun bir qiyamət əsəri var. Mən bu yaxınlarda bir məclisdə idim. Əməkdar bir müəllimlə, Lerik rayonundan əməkdar bir müəllimlə görüşdük. Çox böyük şəxsiyyətdir həqiqətən. Mən onunla görüşdüm. Onun sözlərindən çox bəhrələndim. Çox böyük. Gördüm ki, kişi elm əhlidir də, elm adamıdır. Xoşum gəldi. Və mənə dedi, Çingiz Aytmatovun qiyamət əsərini oxumusan? Dedim, oxumamışam. Dedi, məsləhət olsa oxu. Dedim, oxuyaram. Mütləq şəkildə oxuyaram. Orada bir yer var. Bir nəfər Həzrəti İsa əleyhissalamı mühakimə eləyəcək. Bir prokurordur, sabah İsanı mühakimə eləyəcək. Bugün bunun yoldaşı evdə ona deyir ki, sabah mühakimə edəcəyin adam xalq arasında böyük nüfuza malik bir adamdır. Sadəcə bir cümlə. Prokurorda İsanı dinləməyə fikir yaranır. Özündə bu fikri yaradır ki, mən sabah onu dinləyəcəm. Görüm o kimdir. Əgər xalq arasında nüfuza malikdirsə, deməli o dinləməyə layiq adamdır. Qərarı alır ki, onu dinləsin. Təsəvvür eləyirsiniz, insan xalq arasında ehtirama və hörmətə malik olan adamları dinləmir heç, ləkələyir, incidir, aşağılayır və qabağa getməyə qoymur. Nə boyda faciədir. Əfsuslar olsun ki, əfsuslar olsun. Şeyx Şəhabuddin boyda şəxsiyyəti zamanında heç kim tanımadı. O adam ki, bir dənə Fransalı alim gəlməlidir, biz onun əsərlərindən İslam dünyasını və öz xalqımızdan olan bir nəfər tanımalıyıq. Baxın, böyük faciədir. Təəssüflər olsun, bunu mən iğraqsız şəkildə deyirəm. Hacı Fənay, yəni bunu iğraqsız şəkildə oruc ağzı Allah şahiddir. Sizin bu qəzəlləriniz ki var, bu gözəl qəzəllər, irfani qəzəllər, bunların bir mənbəsi var və bunu insanlar oxumalıdırlar, araşdırmalıdırlar, başa düşməlidirlər. Bunlar çox böyük mənalardır. Sizin 20 il, 30 il təhsilinizin nəticəsidir bu sözlər. Siz birdən qəzəl deyirsiniz, mən baxıram, görürəm irfanda hansı məqamda deyilən bir sözdür. Yəni insanlar bunu əldən verməsinlər bu fürsətləri Allahın izni ilə inşallah. Təşəkkür edirəm. Allah vücudunuzu bibəla eləsin. Qayıdırıq mövzumuza. Yəni irfan məsələsi fəlsəfə irfanın müqəddiməsidir. Şəhabuddin İşraq qolunun banisidir. Və Məşşa qolunda da İbn Sina var. İbn Sina bu, Əli Sina deyirdi, ağıl bizə yetərlidir.
Şahabudin Suhravardi deyirdi ki, xeyr, ağıl yetərli deyir, Allah tərəfindən bizə işraq olunmalıdır. Məşşa məşi sözündəndir, yeriyə tədris eləmək. İndi bu gün Avropada bəzi məktəblərdə bunu başa düşüblər ki, insan yeriyə daha yaxşı qavrayır. Yeriyə tədris daha gözəldir. Yeriyə yaxşı qavranır insan. Onlar o vaxt olub Aristotel yeriyə tədris eləyərmiş. Qavramaq yaxşı olsun. İbn Sina da ondan götürüb fəlsəfəsinin adını qoyub Məşşai fəlsəfəsi. Yəni məşi, yeriyənlər fəlsəfəsi. O birisi işraq da Əflatundan götürüb ki, günəş saçmalıdır Allah tərəfindən bizim üçün. Sonra Sədrai Şirazi, Molla Sədrai Şirazi gəlib Hikmətül Mütəaliyə yaradıb. Hikmət-ü Mütəaliyə əsəri bütün 4 dənə İslamda olan kəlami cərəyanlar, fəlsəfi 2 dənə qol, 4-ün bunların birləşdirib bir-birinə Hikmət-ü Mütəaliyə adını qoyub və əsfar əsəri yazıb. İslam fəlsəfəsi də ordadır. İslam fəlsəfəsində artıq sonradan məsələn Futuhat yazılıb, Futuhatül Məkkiyyə yazılıb. İbn Ərəbi götürüb əməli irfanı nəzəri və teori irfanın vasitəsilə başlayıb tövcih eləməyə, dəlillərin göstərməyə. Yəni ona qədər insanlar bilirdilər, mən şeyximdən, mürşidimdən eşitmişəm. Hər kim ya subuh, ya quddus zikrin məsələn gündə 9 dəfə desə Allah olsun bu qapını açacaq misal. Amma bilmirdilər niyə belədir. İbn Ərəbi gəldi, nəzəri irfan atdı ortaya. Dedi Quranın bu ayəsinə görə, bu peyğəmbər hədisinə görə, bu siriyə görə, bu fəlsəfi qanuna görə, bu məntiq qanununa görə başladı irfanın nəzərini bünövrəsini qoydu. Bu irfan elmi də belə başladı İslamda şükufalanmağa, çiçəklənməyə. Və fəlsəfə elmi oldu irfan elminin müqəddiməsi. Bunlar çox geniş mövzulardır. Hacı Allah razı olsun cümləmizdən inşallah. Yəni fəlsəfə, irfan elə bir mövzudur ki, bir veriliş mənə elə gəlir ki, kifayət eləməz. Gələn verilişlərimizdə də yenə qayıdarıq bu mövzulara. Hacı çox təşəkkür edirik sizə. Çox sağ olun. Həqiqətən də bəhrələndik elminizdən. Tamaşaçılar elminizdən bəhrələndi. Allah sizi bu xalqa çox görməsin. Allah sizi var eləsin. Əziz dəyərli tamaşaçılarımız, verilişimiz sona çatır. Siz sağ, biz salamat.